CSK oyunu öncəsi mətbuat konferansımıza xoş gəlmişsiniz. Öncə Qurban müəllim fikirlərinizi daha sonra suallar keçirik. Müəllimimizi hoş gördük. İlk önce sizin hamı təbirlərimi istəyirəm. Sizin bütün mətbuat işlərini sizə uğurlar arzulayıram. İşinizdə, həyatınızda hər il bugün hayatınızı edirsiniz. Bir daha təmin edirəm. Və əlbəttə ki, dünən sabah komandamız yenə qalib gəldi. Təbrik edirəm onları ikisində və onlara da uğurlar arzulayıram. Müstəqildə Nefs komandasını bir oynayır. Onlara da uğurlar arzulayıram. İnşallah onların yaşlıqlarıyla gözləyir. Özümüzə gəldikdə yaxşı komandaya qarşı oynayırıq və inanırım ki, komandam bu oyunu daha yaxşı aldığı nəticə belki oyunlarda və ondan əlavə biraz fərqli rəqibdir. Hər oyun bibliotəkləri fərqli üslubda oynayır, fərqli sistemdə oynayır. Bizim üçün çox diqqətli olmaq lazım olacaq iki dəqiqələrdə. İnanırım ki, futbolçular oyunun geçişatında lazım olan xətaçılar edə biləcəklər. Sadəcə onun ətrafından çox diqqətli olmalıyıq və çox məsuliyyətli olmalıyıq. Buyurun. Uğurlar arzulayırsa, iki oyundan sonra siz deyə bilərsiniz ki, siz istədiyiniz oyun sistemi işləyirmi? Özümüzdə? Tam deməzdim, amma yaşlara doğru çox şey gedir. Çünki mən çox istərdim bir 90 dəqiqə düşündüyümüz meydanda edə bilək. Amma hələ ki, biraz tam istədiyim kimi düşündüyümüz oyunu göstərə bilmirik. Yeni dəyişmələri düşündüyümüz kombinasiyaları davamiyyətli təkrar edə bilmirik. Amma ümumən belə çox dəyişiklik var və gündən günə daha da yaxşı bir dinamik futbolçularımız və gündən günə daha da istəkli görünürlər. Amma sadəcə bu oyunlar elədir ki, buradakı rəqiblər hər rəqib biraz fərqlidir. Onlara uyğun görsənlərini daha dəyişirik. Bu da biraz mani ola bilər. İstədiyimizi meydanda istədiyimiz kimi göstərmək. Amma hər bir halda hər şans olur ki, yaxınlıqda düşündüyümüzü tanıqda göstərəcəyik. Sual. Həmişə Qarabağda biz bunu istəmişik ki, komandanın gücü artan qalsın gedir, yəni yayda tam optimal formasında olmuş komanda, bunda bayağı özünüzə izah edərsiniz. Yəni bu CSK ilə oyun Qarabağın gücünü göstərir ümumi olarmı? Və bundan sonra təxminən nə vaxtda artıq komanda tam olaraq forma alacaqlar? Ümumən komanda oyununu stabilləşdirmək və yaxud yaxşılaşdırmaq belə asan deyil. Çünki həm hazırlıq planında görsən bəzi çatışmalıqlar olur, hansı ki bəzi oyuncuların hazırlıq performansı aşağı, daha yaxşı olur. Onları eyni səviyyəyə gətirmək heç də asan deyil və əlavəsizdə bu isti yay aylarında, hansı ki burada biraz dinamika əlbəttə ki aşağı düşür, sürət aşağı düşür və belə oyunlarda gəldiğimiz çoxalır. Amma illərdir biz bunu görmüşük və illərdir bu təcrübəni keçmişik. Sadəcə bu il biraz dəyişikliklər çox olur komandada, biraz ola bilər o nəyəsə biraz mani olsun, amma əksinə elə detallar var ki, əksinə daha da yaxşılaşdıracaq inşallah. Və belə vaxt demək biraz düzgün çıxmaz. Sırf bu vaxtda komanda tam formalar, amma ümumən oyundan oyuna daha yaxşı olacağına əminəm və sadəcə ola bilər düşündüyümüzdən biraz tez olsun və yaxud daha tez olsun. Buyurun. Əvvəlcə uğurlar arzulayıram. Heyətlə bağlı hansısa problemlər var, yəni komandalar. Bir də Dani Boltun sifariş ərizəsinin adı çıxardı. İkinci sualda bugün bir xəbər getmişdir, Montier ilə bağlı ki, vəziyyəti komandaya göndərildi. Nə dərəcədə doğrudur və səbəb nədir?
qaydalar var. Sonra artıq əlavə futbolçu əlbəttə ki, əlavə edə bilmərik. Sadəcə ola bilər hər oyun hansı dəyişikliklər olsun və bunun qarşıda həm qəzalı oyuncular var, qəzalı oyuncular var. Hansı ki, biz yenə deyirəm ki, biz öz klub yetirməmizdən, federasiya yetirməmizdən başqa 17 futbolçunu artıq biz oraya qeyd edə bilmərik. Əldə sala bilmərik, iştirak etmədik. Buna belə hallar olur və hətta bu çempionatda belə bəzi oyuncular kənarda qalacaq, çempionatın limitinə görə hansı ki, orada səhv etməmizsə 17 limitləri yəni meydanda olacaq, iştirak ədəsində olmaq ehtimalı olacaq. Bu orada da olacaq və oradan orada dəyişəcək. Burada sadəcə ola bilər ki, bir futbolçu daha çox olmasın iştirak ədəsində, biri az olmasın. Monkin normaldır, bu Monkin görəcəksiniz meydanda. Bizləndir. Ümumiyyətlə komandanın olur və bunu da canlı görəcəksiniz. Buyurun. Buradan sizdən başlayanda mən sual biraz fərqli olacaq. Prezident Bəqəyin müşahidə mərasimində sonra bildirildi ki, Azərbaycanda da var sizinizə müəyyən dəyişikliklər olacaq. Bu sual ona görə belə ki, keçən naşirlik məsələsi biraz çox danışıldı. Yəni bu ildən etibarən artıq müzakirə olunuşlarda mübahisəli sahə vərəqi epizodlarda, eyni zamanda xüsusən vərəqi epizodlarda vara baxılsın, vasitəsilə qərar verilsin. Sizin buna yanaşmanız necədir, sizə doğru qaldır? Kömək olacaq mı hakim qərarlarının səhvlərini azalmasın? Ümumiyyətcə, deyil, komandada ən az problem o vaxt olur ki, komanda az oyuncu olanda. 11 futbolçumuz olsa, orada cəmi heç bir problemimiz olmaz. Və nə qədər çox sayı var, o qədər problem olur. Və bu hakimliyə də nə qədər çox elementlər, detallar qoyulursa, o qədər çox problem olacaq. O qədər çox danışılacaq. Var gələndən sonra biraz sanki elə bir mübahisə daha da çox olur. Baxmayaraq ki, bəli elə qərarlar var ki, onun olması vacibdir. Amma eləsi də var ki, yenə də eyni fikirlər olur. Biri qərarla razılaşmır, digər razılaşmır. Hətta var göstərsə belə, var təhsil etsə belə. Ona görə nə qədər çox dediyim detallar əlavə edəcəklər, o qədər çox danışıqlar olacaq. Olmayacaq bir səxli yoxdur. Burada danışdığım yoxdur. Amma bunu göstərirlər, efirlər, tərəfdən hakim açıqlama verir, yenidən hakim haqqında sərri açıqlama verir, yenidən və uzanır və sadəcə məncə belə deyək də mübahisəli epizodlar çox olacaq və danışıqlar da çox olacaq. Məndən olsa heç olmasa daha yaxşı olar. Buyurun. Bundan sualım olacaq. CSK 2 gün qabaqda, birinci gün çempionat oyununa çıxdı, yəni Qarabağın oyununa var. Bu məqamı Qarabağın lehinə saymaq olar, yoxsa əleyhinə? Bir də transferlərlə bağlı bir yenilik var mı? Və ən azı növbəti mərhələnin oyununa qədər transfer gözləndirmə mümkündür. Biraz mənim üçün də çətin sualı cavab verməyə ki, onların çempionat oynaması onların xeyrinə və yaxud əleyhinə və yaxud bizim eyni qaydada. Mən də istərdim ki, mənim də az oynayan futbolçuların oyun keçirsin. Qarşıdakı həftələrdə baxacam görüm. Bəlkə hansısa bir komandanın danışları, yoldaşlar oyun keçirmək ki, ən azından az oynayan oyuncuların oyun təcrübəsi, oyun dəyərləri çox olsun. Və əvvəlki oyunda da səhv etməmizdə 4 xüsusiyyət oyuncusu oynamışdıq, onlar dəyişmişdilər. Belə hal-hazırda oyun sayı istənilən oyuncu nə qədər çox olsa, dəqiqəsi nə qədər çox olsa, o qədər daha faydalı olur deyə düşünürəm. Transferlərlə bağlı hal-hazırda dəqiq bir cavabımız yoxdur, amma işimiz davam edir. Bəlkə istəyirik ki, bir çox iki transfer eləməyə. Görək, xeylisi alınsa, uşaq olaraq olmasa da görək də davam edəcək yenə. Başka sualınız yoksa çok sağ olun. Açıklaştı.